Hoş sana. Doldan yarımcı bulduk o. Bu mu? Hiç bulan değil mi? Ay bu oyun ne ineceği? Necə? Ne ineceği de indi mesela. Videomu başlatmışım diye soruyorum. Ha. Eyvah. Bu oyun nabata Bu getirdi. akşam fikir ver. Bayağı akşam idi. Ha. Onu da tutup xəstəlik. Hemen xəstəliyin əlamətləridir ya. Bir dəqiqə yağış yağı. Keçin mi ora? Ben bu çəpişləri ayırmalıyım qardaşım. Hadi bağlayayım buranı. Ha. Bağla bir dəqiqə. O keçiləri bura bıraxam. Hı. Keçilər bura bıraxım. Yağanda da belə olur ya. Gəlin keçilər. Gəl görün. Düş. Mənə çəkməyəsən ha, yaxşı? Görün. iPhone-dur. O kırmızı çəpişlər bunun balalarıdır. Onu əməcəklardır. Ona görə onları ayırmalıyam. Bir de olacak uzu var. Onu ayırmalıyam. O qapını Bağlayayım. Allah dalının cəftəsində keçir. Yaxşı. Hoş sana. Doldan yarımcı bulduk o. Bu mu? Ay bala, hey! Sən lisenziyasız, zatsız habıda nə çəkiliş eləyirsən? Ayqa mən habı dünyada həmişə öz izimi qoyuram, bir də ayağımı qaldırmaq lazımdır. Əsəbləşib dayı. Olur ya. Bunu geçsin geçer. Əsəbləşib dayı. O kıskanıydı ha koyunları. Ona göre. Ona göre de hele heyvanda hem şey eline ağaç olsun. Hiç vurmuydu o. Şimdi keçiler bırakak şöyle. Bunları mı? Ha. Açacağım. Bak ya şimdi. O da. Yavaş, yavaş, yavaş. Ya Rahman. Bunu dünen gönge ha şeylikte, Eyüp'te. Öyle. Gönge buranın ses çakıldısa. Hı. Gel, gel, yaxşı, lan çevirelim mi? Geç, gel. Geç şöyle. Geldi. Geçti, yere. Baş seni. Ya bu ne tür bokra ha? Ne, boş mu? La, Vurası kimi? Ha? yiyelim burjuaziyeye bakayım. You wanna fight? Come fight with me. Əsəbləşmə, yaş gördüm olar Yaramazın olacaq. biri yanımızda, ta burca. Çarpışıp da adam vurdu. Möhkəm vurdu, yoxsa elə belə? Amanlı bak. Oy. Kelle vurdu da dolma. Oo. Ben de hiç gözlemle bakalım vurar diye bana. O kuşlarda pis iş oldu da. Ben bunu saklamak istedim geleneyle de. İki koç olsun. Kapını ört. Üzü xoşun gəlmədi ha hərəkətindən. Yo yo. Görüyen çok vuruyor. O ucu afasın işte. Salam əleyk. Kesin. Kesin gel bir yere. Yoksa uğrama para. Hara istəyirsən? Kesin gelin. Gelin. Bugün koyunumuz evde kalıbdı. O sabah hastayla alakalı növbeye giden oğlanın koyunu çoktu. Oğlan da evde malları da var. Onların malgarasına esas çok pis deyifti de bak. O da diyor ki bir iki gün dayanıp kardeşime köpeği eləməliyəm malları iğnələməyə, dərmanlamağa elə. Bizim də koyun alıbdı evdə. Ha bu koyunda yok idi bak bu gün axtadı bak bu. İnşallah yüzüm ötürər. Ay Evan keş görün. Keş görün yere. Yere. Keş bu koyunda önce əməlli çok büyük. Bu. Dünənki deyildi bu. Ha yok yatan o da. Orada qabaqda o da. Güzeldi bu. O da bak o. Ha gördüm. Ən qabaqda. Kulakları salla. Sağalı boyca yoxsa? İşte yaxşıdır. Ha iyi idare. O tabağın bu şey müddəti deyək. Əsas 3-4 Sürən gündə. müddəti Ağır. 3 gün 7 gün arasıdır da. Ağır gedən günlər 3 gündə yəqin. Ha 3-7 gün. Get də ya tut get. Orada ağırlaşa da bilərsin. Eləsi var ağır keçirmir, eləsi var biraz ağır keçirir. Gəlin, gəlin. Hay. Gəlin. Hay. Gəlin, gəlin. Gel. O koyunum qaqaşım bak o bak o fındık topunun dalında yatır. Aha. Bak o koyunum
bax çölə çıxıbdı. O heyvan otlamalıdır. Əgər canı sağdırsa. Ha, o yerə uzananı deyirsən. Bəli. Onun ayağı ağrıyır, onda dabaq xəstəliyi var da. Aha. İndi bu gün evə gedəndən sonra Çimnaz xala ilə onun bir dənə qızdırmasını ölçəcəyik. Əgər qızdırması varsa, həmən o gözəl dərmandan, biz işlətən dərmandan, o preparatdan ona bir 3 qram vuracağım. Sabaha olacaqdı. Turp kimi. At kimi qaçacaqdı sabah. Sən Tut görüm nə tər tutacağım. qızdırması nə tər ölçürsüz? Yəni termometr qoltuğunun altına qoyursunuz. Yox. O qızdırmasını ölçmək ayrıdır. O kənd təsərrüfatından məşğul olanlar bilirlər. İndi mən burada onu xırdalamayam. Ha, okey, başa düşdüm. Quyruğunun altına. Ha, şey. Qoyuyor. Ha, indi səhvdir. Yəni o heyvanda, malda da, qoyunda da o elə ölçülür. Özlərinin termometr olur onda. Yox. Adi adam termometr. termometr. Adamlarda istifadə olunan termometrdir. İnsanlarda onsuz termometrdə istifadə Aha, edir. başa düşdüm. Bədən temperaturunu ölçüyor da. Aha, başa düşdüm. Bədən temperaturu onun ən çox həssas yeri ora hissəsidir ki, o qızdırmanı bağırsaqda sırazı bildirir. O dəqiqə. İndi arada mən rus sözləri qatıyam. Biz Sovet dövlətinin vaxtında doğulmuşuq, böyümüşük. Rus dili bizim həyatımızda çox yer alıbdı o vaxtı. Ona görə də rus sözü bizdə çoxdur həqiqətən də. Çalışayım Azərbaycan sözləri ilə onu əvəz edeyim. Bəzən insanlar da məni bağışlasınlar. Elə insanlar var ki, hər bir insan təmiz öz doğma dilində danışmalı. Mən onunla razıyam. Onun fikrinə də hörmətlə yanaşayam. Çünki insan öz dilini bilməsə, öz dilini unutsa, o millətin axırı yoxdur. Yalan söhbətdir. Ən birinci dininə, dilinə, bir də dövlətinə, bayrağına hörmət edəcəksən. O şeylərdən sonra qalan şeylər gəlir. Qoçumuz maşallah toxtuyubdur, lap da çölə getməyə hazırdır. O da xəstələnmişdi. Xəstələnmişdi. 4 ayaqda tutulmuşdu. Heç gəzə bilmirdi. Ona iğnə vurmuşam. Gördüm qızdırması var. Bir dənə iğnə vurdum da ondan sonra. Bax görsən. Baxalım otlayırlar, fikir ver. O qoyun otlamayır. Demək o qoyunun qızdırması qalxıb. Uzanan deyirsən. Bəli, orada yatanda. Ona görə də heyvandarlıq elə bir şeydir ki, hamı şeyi sən həkim çağırınməsən, özün diqqətli olmalısan. Ya təxmini bilməlisən. Bir də ki, Allah'a şükür mən anadan olandan deməyək, bir 7-ci, 6-cı, 7-ci sinifdən bizim heyvanımız var. Mən atama o vaxtı, mən atam dövlət məmuru olubdu, anam da dövlət məmuru olubdu. Atama balacaydım da, 7-də, 6-da oxuyanda, ağlaya-ağlaya 5-6 dənə qoyun aldırmışdım. Həmişə deyirdi, ay köpəyoğlu deyirdi, kim baxacaqdı qoyuna, biz işə gedirik, sən məktəbə yeyəcəksən, deyilmədə mən baxacam, sən al, nəksən. 8-ci sinifdə oxuyanda bir dənə inək aldırmışdım ona. Bir balaca inəyimiz, yaxşı bir inəyimiz var idi. Elə o vaxtdan yəni təsərrüfatdayım mən, artıq mən o heyvan nasaz olduğunu hiss eləməlisən. Əgər sən hiss eləmirsən, sən onda təsərrüfatçı deyilsən. Yalandan papağını günə yandırma. Neçə uşaq olmuşdu dayı? Biz 4 uşaq. 2 qardaş, 2 bacı. Evdə maşınınız olub heç? Olub atamın 2 dənə maşını var idi. Nə O maşını? Sovet dövrü üçün bir var idi, köhnə 407 Moskviçlərin dalı furqon olan var idi. O gediydi 423 sənəddə. O Moskviçlər, yəni yaşlı adamlar onu bilirlər də, o hansı maşındır deyə. Bir dənə də olubdu 412 Moskviçimiz. Mən atam 2 Moskviç olub da yəni. Sonra mən maşına marağım olmadı. Qardaşımın var. Qardaşım bəlkə 20 maşın alıb satıbdı. Yəni özü işlətir şəxsi maşınları. Həmişə olubdu onun. Mənim marağım olmadığı üçün mən heç vaxt maşın. Mənə ki o rəhmətlik Əli Ağayev, Allah ona rəhmət eləsin, çölə çıxı şalvarını belə çəkik. O dirək taksi deyib. Min get. Mənim taksidir. Amma sənin atın da var idi da. Atım var idi. Özdə gözəl atım var idi mənim. Qaqaş. Qaqaş. Adı da Qaqaş idi. Çox gözəl heyvan idi. Bir günü yaxşı bir xatirəni söyleyeyim. Biz bir qəssabla bu Novruz bayramı ərəfəsidir. Bu gəldi dedi ki boşdasan mı? Dedim hə. O ara elə bir ki işdən dayanmışdım. İşləmirdim qəssab. Təzə başlayan vaxtları. Heç nə bu şeylədi. İndi orada heyvan kesirik. Sən görürsən də çöldə heyvan kəsən yeri. Orada heyvan davarlar kesirik. Bayramla əlaqədar.
o mənim tövlə hisslərində o seyvan hissəsi var da, orada setkadır. At setkanın üstündən adlayıb həyətə keçir, sonra qayıtıb yenə adlayıb yerinə keçir. O qədər ağıllı heyvan idi. Atladı, keçdi həyətə, o yoldaşa bilir. At həyətə keçdi, deyəm köçsün də, bax gör nə eləyir. Demək, alma ağacıdır, butaqları belə sallanıbdır, alma, doludur da üstü alma ilə. Yox, astagfirullah, payız vaxt idi. Alma deyən vaxt idi. Heç nə, yeri alma tökülübdür. Getdi almanın altına, butaqları belinə deyə. O yerdəki almaları yedi. Dedim, yaxşı fikir ver, gör nə eləyir. Yerdəki almaları yedi, qayıtdı, gəldi və yəni yaxşı bir çoban itim var idi. Yadan gəlir mi? Rex. Öyle. Başladı itlə oynama. Hadi it tutacaq onu bilmədən nə tutacaqdır? Bax, gör nə eləyir. İşte oynadılar, onun belini qaşıyı, it atılıyor, onun ağzını, burnunu yalıyır. Sonra at itdən də ayrıldı, getdi setkadan yenə atladı, keçdi, yerində dayandı. Baxdı, oğlan emri, nə ağıllı atdı. Dedi, mən axmağa oxşam ki, mən atım ağılsız olsun. Xeyli atı gülmüşdük onda. Deyər, doğrudan mən həvlat birinci görəyəm, deyir. O butaqdan uzanıb bir alma qoparmadı. Yerə düşənləri yedi, qayıtdı, getdi. Çok qəşəng atıydı, rəngi də qəşəng idi. Ağıllı heyvan idi, ağıllı. Bəzən, indi daşqa ilə gəlidik, odunla zadla dolu gəlidik. Bir yerdə bir kimyə var, cəmaat orada yığılıb oturub söhbət edirlər. İndi mənim taytuşlar zıdlar. O Məcid dayının böyründə. Günüm xalayının böyründə. Orada dayanıydım. İndi ki at nəfəs alsın biraz. O dolu daşqa gətir yaxı. Biraz nəfəs alsın. Mən də bunlarla bir iki az söhbət edeyim, gedək. Heç nə at dayanıydı. Uca dayanmaqdan yoruluydu da. Evə yetməlidir, çatmalıdır, daşqadan açılmalıdır axı. Başlaydı mənə dalından toxunma. Gəl gedək da, bəhsdir, nə qədər söhbət edirsən. Başa düşürdü hər şey. Sonra qoyundan gəlidim. Qoyuna paslayan atla gedirdim də. Niyə piyada gediyəm ki? Ya hər rızatdır. Gələndə, kəndin içinə girəndə atdan düşüydüm. Cilovunu da atıydım yəhərin üstünə. Yəhərin qaşına keçiriydim cilovunu da. Qaçıb verəmirdi. Yo. Mən qoyunu sürüb gediydim, mən hara geçsəm dalımca geziydi də. Hara geçsəm dalımca gəliydi. Gəlidim, döngənin başına çatanda qızım çıxıydı qabağıma da, məni qarşılama, balacaydı qızım. Çıxıydı, ata məni mindir, mən sürüm. Atı baş üstə. Mindiriydim, qaqaşım, mən oturanda o oynaqlıydı. Ayğır at idi. Minən kimi, yaxşı da yorğa yeydi. Səni inandırım, o ağıl, mən elə ağıllı heyvan, bəlkə də tək-tük olar, elə ağıllı heyvan idi. O uşağı mindirdim, qaqaşım, mənim varım yoxum, bir qızım var ha. Elə yedirsən ki, bunun heç ruhu inciməsin. Bax, səni inandırım, o elə yediydi, onun üstündə uşaq tərpənmiydi. Bax, o cüdə, evə qədər, sağ ol, evə qədər elə yediydi, bax. Çox gözəl, çox ağıllı. At həqiqətən də gözəl heyvandır. Dost kimiydi, ha? Qaqaş adını mən hardan qoymuşdum? Qaqaş qardaşa deyirlər də. O mənim qardaşım idi. Biz bir yerdə çörək qazanıydıq. Hər yerdən o, necə deyərlər, məcazi mənada, oddan, alovdan, dağdan, sudan, seldən, hamısından bir yerdə keçmişik. Necə sellərdən keçiribdi o mənə? Uca dağlar aşağı. Həqiqətən də at gözəl heyvandır. Və sən sonra nə edin? Dostunu satdın dayı, hə? Satmadım, bunu bağışladım ya. Çünki mən kəsim işinə girdim. Uca heç ara gedə bilmirəm. Bəli. At da evdə, bir il onu evdə saxladım. Gördüm da heyvan bilmir nə eləsin, uca yerə göyə sığışmıyor. Çünki o canında enerjini arasa çıxarmalıdır. Axırda kənddən gəldilər ki, əblə, dedi sat alaq, dedim qaqa satmayam. Bunu elə-belə verəyəm sağa. Aparınca kişi kimi saxla. Dedi mənim gözüm üstə, baş üstə. Heç nə apardı. Sonra da sonu yaxşı olmadı. Heç deyib, cəmaatın keyfini pozmağına deyməsən. Yəni, mağa verdi, o sözü tutmadı adam. Mən onu işləmədi. Gündə 1 kilo arpanın norması idi. Günə 1 kilo arpa. Bir presdə ona o taşıydım. Kəndlər rızıqda görürdüm mən, malıcların qabağından qalan kür çubuğu, saman, maman verirdilər. Mən atım ömründə saman yeməmişdi.
Düzgün ot, təbii ot. Yonca yox. Yəni, yalan danışaram. Təbii ot. Günə bir dənə pires açıydım, o piresi yiydi. Elə baxmışam mən ota. Ayağı nalsız olmayıb heç vaxt. Köhnə nalı söktürüydüm. Dedi, hələ gedəcəkdir. Dedim, ay qardaş, pulunu mən verməyəm mi? Sök, təzəsini vur. O mənim qardaşımdır. Qoy ayağında ayaqqabı həmişə təzə olsun. Balacalığından səndə olub da. Ha, balaca qulan idi mən onu alanda. Bir yaşlı qulan idi. Bu boyda. Elə qulan idi. Hardan almışdın? Kəndlərdən? Onu Şəkinin kəndi var. Şin kəndi. Oradan almışdım. Orada kiçik qaynımın orada dostu var. Onun qaynatasından almışdım. Anası da onun çox qəşəng yeriş gedən at idi. Yeriş yer, yəni yorğa deyil idi, yeriş. Belə tez-tez yeriyən at idi, gözəl yeriyən. Yorğa qaçandı da desin. Yorğa qaçmaqla yerişin arasında oldu da. Yorğa. Mənim atım qəşəng yorğa idi. Arvad şeyə çıxıydı, ayvana çıxıydı. İndi qışda hava gec açılır axı. Ayvana çıxıydı, at səsini çıxarmıydı, damdan baxa duruydu. Mən seyvana çıxan kimi başı arvad həmişə deyirdi, ay kişi deyirdi, mən neçə dəfə çıxıyam deyirdi, müayil eləmiyor. Demədə at qaranlıqda görür, insan kimi deyil o. Və məni hiss eləyir mən çölə çıxanı. Mən çölə çıxan kimi, yəni mən buradayam, məni unutma. Yox, mən onu elə gün olmayıb ki, biz çöldən gələk, hardansa gələk, mən onu tam rahlayıb, qabağını, otunu, arpasını, hər şeyi verəndən sonra geydim evə çörək kimi o. Onun qarnını, onun qabağını, onu razı salmayıb, çörək kimi yetmiydim mən. Ona elə baxmışam mən. Bunu da bütün qonum qonşan mı bilir? Yayı qışı mənim atım yumurta kimi oluydu, yup yumuru. Baxan deyir, sən onu işlətməyəcəm, deyir, onu da işlətiyəm. Deyir də, bəs nə yaxşı o evlə, heç candan düşmüyor mu? Dedim, qardaş, mən ona baxıyam. Dost kimi bax, dost kimi də işlət. Deyirlər, atı dost kimi bax, düşman kimi işlət. Niyə? Dost kimi bax, dost kimi də işlət də. Bu çəpişlər də bizim gələcək keçilərimizdir. İnşallah onların pendirindən də yeyərsən. İnşallah. İndi bugün axşamda şey edəcəm, Kimnaz xalaya deyəcəm şeyləsin. Pendirləri göstərəsən. Yəni özümüz üçün düzəltiyik, azdır daha önce. Dayı, artıq bir şey soruşum. Buyur işləyəm. Məsələn, bu qoyunların mı, nəsə baxmağa mı deyim, ümumiyyətlə nəyisə ehtiyacına mı, nəyisə fərqləmir. Onlara məsələn maraqlanmaq üçün ChatGPT-dən şey deyirsən, istifadə edirsən. Nədən? ChatGPT. ChatGPT nədir ayol? Süni intellekt. Eşitmirsən? Yox qardaşım, mən Süni oralarını intellekt bilmirəm. belə bir şeydir. Mən öz biliyimi arxayına. Hə. Yəni mənim pis yaxşı başım çıxır heyvandan. Yəni o şeylərə mənim ehtiyacım yoxdur. Məsələn, sən deyirsən ki, mən qoyun saxlamaq istəyirəm. Sən elə vasitələr yaradacaqsan ki, qoyun almaqdan qabaq onun haqqında nəsə bir məlumatım olsun. Nə yeyir, nə içir, nə lazımdır ona, xəstəlikləri hansıdır, nəyə nə eləmək lazımdır. Bu bir var illərin təcrübəsi, bir də var tam təcrübəsiz adam şəhərdən kəndə qaçır. Deyir, qardaş, şəhər məni sıxdı, yoruldum. O adam o yerlərə girir, mən də girəyəm internetdə, baxıyam. Yəni, mən də təzə şeylər öyrəniyəm orada. Süni intellekt dediyim nə idi bu ChatGPT teması? Sən məsələn nəsə axtarsan Google-dan deyək, düzdür? Nə bilim, belə bir xəstəlik var, adım bilmirsən, ayağına yara düşüb məsələn. Bildim. O ChatGPT elə bir şeydir ki, çəkilsən şəklini, atırsan deyir ki, bu xəstəliyi tutub. Qardaşım, indi imkanlar genişdir. Çox genişdir. Yəni biz Sovet dövründə biz qoyun saxlamaqla indi qoyun saxlamaq eyni deyil. Bəli, o elmin həmən nailiyyətlərini, o son nailiyyətlərini bilsə əla şeydir. İndi sən dedin, mən indi birinci eşitdim. Mən YouTube'dan savayı ailə içərə girmirəm. Yəni mənə maraqlı olan məlumatlar hamısı YouTube'da var. Orada yaxşı baytar həkimlər danışır, yaxşı zootexniklər danışır, yaxşı fermerlər danışırlar. Sonra Türkiyənin blogerləri var. Osman Tancı Günəri var. Yaşlı kişidir, elə mən yaşlı olar. Sombrero qoyur başına həmişə. Bəlkə rast olubsa YouTube'da. Sombrero qoyur başına Osman Tancı Günəri. O Çiftçi TV-nin kənd təsərrüfatı üzrə müxbiridir deyək də. Çox savadlı kişidir. Belə cədvəllərlə, nə bilim o müqayisələrlə bütün heyvanların hansı daha xeyirlidir, hansının üstəliyi, bu şeylərin hamısını o çəkib qoyur. Yəni o şeylərə baxıb həmişə təzə nəsə öyrənə bilərsən. Məhəmməd Peyğəmbər nə deyir?
Nə deyir? Qəbir evinə qədər oxu, örgən. Düzmü? Bəli. Vladimir Lenin nə deyirdi? Oxumaq, oxumaq və yenə də oxumaq. Yaxşı məsləhət verən insanlara qulaq asmaq lazımdır. Bir də Ölənə qədər örgənmağın heç nəyi pis deyil, qardaş. mənim də bir söz var da, oxumaq heç də pislik deyil. Bilirsən onu? Yox. Mən seriozun söhbətlərdən danışıram. Sən də dayıyla lağlaq edirsən. Ya, estağfurullah. Şey deyirlər, lori dildə deyirlər, singirinə qan gəlibdir. Singiri ayağının bu hissəsidir də. Aha. Yəni ora qan çatıbdır da, o yana qaçır, keyfi kökdür. Bu mənada deyirlər. O uşaq vaxtı mama mənə deyirdi. Ay sağ ol. Amma mənasını başa Yəni bizim analarımız, nənələrimiz də bizə deyirlər də uşaq vaxtı. Deyir, bax, xəstələnidin, yatırsan, sağalıb durandan sonra başlayırdıq ağaca dırmaşmağa, ora qaçma, bura, singirinə qan gəldi deyir. Mən eşidirdim, mənasını bilmirdim. Neçə Yəni, ildir? 26. Analarımızın, nənələrimizin sözüdür o. Yəni keçmişdən gələn sözdür. Yəni keçmişi də bilmək lazımdır, qardaş. Ancaq müasir həyatla da ayaqlaşmaq lazımdır. Bəli. O hamısı lazımlı şeylərdir. Buyur eşitə. Dostum var, Nurlan soruşur ki, dayı necədir? Əla, qoz kimi. Nurlan qaqaşa salam olsun buradan. Dayı əlayam həmişə. Siz soruşanda lap əla olayam. Bəli. Hə. Dayı elə şey vəziyyəti soruşmuşdun, gəl bu söhbət dediyək də, səhhətlə bağlı problemlərin olub heç? Olub, əlbəttə. Dayı, Allah'a qurban olum. Yəni mən həmişə Allah'a şükür eləyəm. Dayı anadan gəlmə sağlam adamam. Bəli. Ancaq həyatım boyu bir neçə xəstəlik keçirmişəm. Olubdu xəstəliklər. Yüngül var idi. Ancaq 3 il qabağa, bu qoyunu almaqdan qabağa elə bir ki, yüngül insult keçirdim. Dayı, onda həkim mənə dedi ki, sağ işləmə olmaz. Elə olub dayı, qoyuna qayıtdım yenə. Mən qoyunu bir ara qəssablıqla, biz 4-5 qəssabla işləydik də. Yəni işdən çatışdıra bilmirdik. Ona görə qoyunu bir ara tərgimişdim. Sonra həkimə sual verdim ki, qoyun zat saxlaya bilərəmmi? Qoyun güdə bilərəmmi? Düdünüyə bilmirsən, la bəla. Yəni ki, insan neyləsə məşğul olmalıdır həyatda. Yəni keçən dəfə də deyəm, yəni işsiz, gücsüz insan olmamalıdır. Əlbəttə ki. O artıq naqurçkadan olub dayı onda. Yəqin ki də yorğunçuluqdan, nə bilim, bəzi səbəblərdən, yəni olaydı indi həyatda. Bəli. Yəni həyatda hər şey olaydı. Heç kim heç nədən sığortalanmıyor. Bəli. Dayı biraz arada fikirləşəm, niyə fikirləşəm? Bu rus sözü ağzıma gəlir. Rahat danış dayı. Onu tez çevirməyə çalışıram ki, Azərbaycancasını. Sən rahat danış, mən lazım olsa altından alt yazı verəcəm. Yəni yox. Çalışmalıyıq ki, o rus sözlərindən qutaraq, qardaş. Bizim öz dilimiz var. Öz dilimizdə danışmalıyıq. Və dilimizi qoruyanları da, dilimizi müdafiə edənləri də, dilimizdən ötürü qılınc çalanları var. Mən hamısını alqışlayam onları. Bəli. Hər millətin öz təmiz dili olmalıdır. Böyük dövlətlərin, böyük qonşuların ən pis tərəfi odur ki, içimizə girirlər, hər şeyi elə bir dəyişirlər. Danışığımızı dəyişirlər, davranışımızı dəyişirlər, həyat tərzimizi dəyişirlər. Bu bizdən asılı, bəlkə də bizdən asılı deyil, bəlkə də hansı səbəblərdəndir. Ancaq mən onu heç şey eləməyəm də, alqışlamayam. Tarix boyu Monqollar gəliblər, bəli, ərəblər, Monqollar, ruslar, ingilislər, yəni hamısı nəsə bir iz buraxıb gedibdi o ölkədə. Nəsimi kinosunda bir dənə gözəl epizod var. Nəsimi kinosuna baxırsan yəqin ki. Sağ ol. Orada Şirvanşah İbrahim belə gəzir, ancaq fikirləşdiyini hündürdən deyə gəzir. Fikirləşdiyini deyir, bu dövrdə deyir, başını salamat saxla, görüm necə saxlayırsan deyir. Şimaldan deyir, Toxtamış, Monqolların törəntiləri. Şərqdən Əmir Teymur, Cənubdan Bəyazid. Üçü də qüdrətli böyük dövlətlər olubdur. Azərbaycan həmişə balaca dövlət olubdur. İndi bu 3 dənə böyük dövlətin arasında başını salamat saxla deyir, görüm necə saxlayırsan. Burada güclü siyasətçi olmuşsan. Demək, bizim keçmişimiz elə güclü siyasətçilər olublar ki, Azərbaycanı bugünkü günə qədər bu cürə gətirib ən azından çıxara biliblər. İnşallah bundan sonra Azərbaycan həyat tərzi də, güzaranı da, bütün dünyada fəaliyyəti də inşallah daha da gözəl olar. İnşallah. Yəni mən həmişə sevinərəm mənim dövlətimin nailiyyətlərinə. Bura kimin bağı oldu dayı?
Burada bizim bir qonşu var idi. O atası rəhmətə gedib, atası düzəltmişdi bu bağı. Başka burada çox bağ var. Sovet dövründə insanlar bağlar düzəltirdilər. Bizim də orada bağımız var. Prosta öz bağımızı aparasıydıq. Aşağı götürməyi unuttum deyə aparmadıq. Benim bağıma fındıq töymüşəm. Fındıq var orada. Əvvəl orada tərəvəz-mərəvəz də əkiydik, nə bilim, şey edirik. Əkinçilik də özümüz üçün də, ev üçün eləydik. Sonra fındıq tökdüm. Daha indi cəmaat üzə o qocalar rəhmətə getdi. İndiki cavanlar da bağla zadla maraqlanmırlar. Baxmırlar, elə də. Əksər bağ boşdur. Elə kol-kos basıb. Sən dedin ən qədim bağ burada. Ən birinci bax bu bağ olubdu. Bu bağdan sonra bütün bağlar yaranıbsa. Sizinki də. Hamısı. Bir dənə bu bağ var idi. 72-ci ildə səhv eləməyəmsə. Wait a minute. 1973-cü ildə səhv eləmirəmsə Bura güclü sel gəlmişdi. Burada bir dənə qoyun binası yatmışdı İlsulların. O qoyun binasını bütün sel aparmışdı. Qoyun binası nə deyirsiniz? Qoyun sürüsünə. Sürü də 2000 qoyun, 2500 qoyun. Elə sürülərdən geliyor. Kolxoz qoyunuydu, kolxozun dövründə. Bir 8-10 qoyun qalmışdı bir dənə keçi ilə. Qalan hamısını sel aparmışdı. Honda bir dənə bu bağ var idi bax. Bu bağlar ondan 3 il 5 il sonra peyda oldu. Daha hər yer bağdı indi. Bağında o işi var ki, bayaq elə açıq çaylaq idi bura. Sonra insanlar zəhmət nəticəsində təmizlədilər, peynlədilər, əkdilər, ağac, zad. Elə olub, elə bir ki, bax, orada fındıqlıqdır. Bunlar hamısı sonradan töküləndi də, bax, fındıqlıqdır. Qozdur, meyvə ağaclarıdır, məsələn. Əkin piçindən o qədər da şey eləmirlər, məşğul olmurlar. Sizin bağ nə vaxtdan var? Bizim bağ da deyim də bu dəqiqə. Hardasa 77-dən, 78-dən belə. O da müəllif böyükdür. Bəlkə də 76-dan təxminən. Get otda, yoxdur məndə işləm. Bunları mən peçenyaya öyrətmişəm. Keçiləri? Növbəyə gedəndə balaca paşkalar var da peçenya var. Ondan götürürəm, şit peçenya deyək də, o şirin peçenya deyək. Örgəniflər, o mən əlimi çantaya atıb, bir şırıq-şırıq eləyim, qayıtıb gəl yanında dayanırlar. Bilir də. O birisi gəlmir o. Bunlar ikisi peçeni yiyənlərdir. Ona, kəllələşirlər. Oynaqlayırlar da, keyfi kökdür. Şəhərdən arpa da yiyiblər. İndi elə belə çıxılır ki. Nədir o? Quru ot da qoymuşdum. Sveji, təzə ot da qoymuşdum. Dedim, nə istəsiniz? Sən növbəyə gedə bilməyəndə qoyunları gətirib burada otladırsan, hə onda? Yox. Mən keçən dəfə növbəyə getmədim. Yəni işim çox idi. Nət onu? Növbəyə getmədim. Bir nəfər var, ona xahiş elədim. O getdi 4 növbəni. Pulunu verdim də yəni. Yox, elə demirəm. Məsələn, bu gün gedənmədi, başa düşdün? Belə şeyləri gətirdim. Səhərdim, ot qoydum, arpa verdim. Gün ortadan sonra da çıxarıb 1-2 saat hərəyəndə, yəni heyvan həmişə içəridə sıxılıyor axı. Biraz hərənsin, o da bütün günü Allah bol eləsin, Allah var eləsin. Yağışdır da, yəni yer Allahın, göy Allahın. İndi də yağış deyil, çiskidir də. Çiski də yenə də yəni heyvan islanır, nəsə də gəlsin, biraz hərənsin, biraz stres atsın. O mütləq heyvana lazımdır o. Sən heyvanı həmişə içəri saxlayamazsan, yalan söhbətdir. Olur. Gəlin mənim gözəllərim. Bəli. Keçin yerinizə, keç. Sən yox, sən hara geçsin. Keçilərini atarsınız. Keçin. Sağ olun. Gel. Keç. Bu belə. Hadi salon biz göre. Bu keçini ayıraq. Gel.
Gel, gel. Geç. Şimdi kardeşim o kapını açıyorlar, birleşsinler. Hamısı çıxasın ha? Ha, çıksınlar işte, girsinler özler bilərlərdən. Gəlin. Ya siz çıxın ya da siz girin. Aha. Qapısını bağlayayım mı? Bağlı. Aç kapını. Bunu. Yok, lazım değil. Yaxşı. Lazım değil. Zaten akşam yem de vereceğim size. Ya sabah yağışın faizi azdı. Sabah inşallah. Valla bu gün çox idi, heç yağış özü də azdı elə bu gün. Bilmem olmuyor ya, bir de görürsen. Sabah güclü yağar elə. Şuraya akşama da şarja yağı. O da keçi biraz zayıf hayvan da yağışa karşı. Hı. O yerli keçiler çoğu da Nəsə? korkmuyorlar. Bu süt keçileri biraz yağıştan soğuktan korkuyla. Hə. O bu çəpişlərdən. O buynuzu çəpsi saklayacağım. Bunu satacağım. Qırmızı nə? Ha, bu kırmızının yerinde əlavə memeler de var. Əlavə şeyler var da, ucluqlar. O keçidə 2 dənə oluyor axı. Bunda 4 dənədir. O da keçidə minus sayılı. Ancaq saxlamağı qəşəng çəpişdi bax. Ancaq o birisi süperdir. O buynuzlusu. Anasına oxşuyur, bax. Prosta anasından biraz qırmızı rəngdədir. O anasıyla. Bunu şey diyeceğim, bunu satacağım. 3'ü qalacaqdı. 3 olar, 3'də yekələrdir. 6 dənə keçi. Sonra baxacağım, yaxşılarından bir dənə, 2 dənə əlavə edəcəm. Keçilərdən az xoşuma gəlmir, onu çıxaracağım. Bunlar yerli idi da yoxsa? Lan yeri qarışıqdır. Hələb qarışıqdır. Hələblə qarışıq. Ha, Hələb qarışıqdır. Deyək 50-nin 50-yə də. Anası da elə qarışıqdır. Atası Hələbdir, anasının da. Özlərinin də atası Hələbdir. Qırmızı. Hələb də qarışıq idi ha. Hı. Ancaq yaxşı yerli keçi ilə, anası yaxşı yerli keçi, atası da Hələb. Yaxşı 2 litr süt verən yerli keçinin balasıydı o erkəkdə, keçən il erkək. Bu il erkək təmiz Hələb idi. Onu hayif ki bir gün 2 gün qabağa çəksəydin, onu da çəkəsəydin. Muzur. Zarov idi ha, böyük idi. Şöyle qismət olsa onu da çəkərik də. İnşallah, inşallah. Gedək mi? Gedək, gedək. Getdik qardaşım, gəl. Gəl bunlar da burada dursunlar. Nuş olsun, çox sağ olun. Sağ ol qardaşım, sağ ol. Sağ da nuş olsun. Biraz qaranlıqdır. Hə, daha bir dənə sual verim. Bax sən Bu yanıkinin yanında. qoyuna gedirsən də düzdür? Bəli. Qabağa heç məsələn canavar da çıxır. Neçə dəfə? Həqiqimi? Hətta bir dəfə canavar qabağından heyvan da alıbdı. Necə alıbdı onu da? O Zeyəndərədə bilirsən də bizim qoyun otlayan yerdə. Orada qazıyıblar, sarı torpaq aparıblar da böyük göl əmələ gəlibdi. O göldə də həmişə sarı torpaq olduğu üçün su tez hopub getmir. Su qalıyor orada, qoyunlar düşür buradan su içirlər. Mən də suyunun böyründəyəm, ağaca söykənmişəm, kitab oxuyam. Mən bədii ədəbiyyat çox sevənəm. İt də var böyrümdə. Ancaq biz sürünün bu yan tərəfindəyik. O yandan heyvanla vaxt düşübdü su içməyi görməmişəm. Bir də gördüm bir inək heyvanı toxuna çıxardı quyudan. Baxdım gördüm heyvanın boğazında qırmızı ləkələr var. Sıra az bildim ki bunu canavar tutubdu. Bir də elə çevrilib baxan gördüm o yandan kolun altından canavar mənə baxa durur. Hay haray it o yana qaçdı, bu yana qaçdı. İt görmüyor axı. Sürünün bu yan tərəfində düşürdü, yayılıb da. İt oranı birinci, ora cubunca o yoxa çıxdı oradan. Sonra mən atdan gələndə, iki sabırımdan gələndə həmişə gəlirdim gecə saat 12-də, 1-də. Elə zülmət qaranlıq oluydu. Neçə dəfə qabağımdan canavar keçib. Görmüşəm asfaltda. Yağış yağıbdı, yer elə bir ki, orada asfalt güzgü kimi oluyor. Ay işığı çıxıbdı. Gördüm heyvan qabağımdan keçdi. Bildim ki canavardı. Mən həmişə özümdən bir dənə yaman itiliydim ucunu, saxlaydım daşqanın üstündə. Ki bir dənə çumsa eləsə vurmağa da. Neçə dəfə yolda tanış şoferlər ayrıca bir gəlmə, canavar zat atı yiyər, səni yiyər. Deyəm qardaşım, o atı canavar yeməkdən ötürü birinci məni yeməlidir. Məni yeməsə xod yoxdur atı yeməyə. Deyəm canavar gəlsin, baxaq görək hansımızıq burada. Canavar hansımızıq? Canavar hansımızıq göstərək bir-birimizə. Ancaq canavar apaslı heyvandır. Yəni elə bir yerdə, elə bir şəraitdə səni şeylər ki, canavar qorxmaz, igid heyvandır. Yəni elə şeylərdən ehtiyat. Həm də bütün yaranan heyvanlar müəyyən bir səbəb olmasa insandan qorxur. Yəni heyvan insandan qorxur. Müəyyən səbəblərdə ola bilər ki, məsələn gönyədir,
biraz hövrənən kimi başı adama soxulmalı. O qorxudan ediyor onu. Yəni başı açıq olsa bəlkə də eləməz. Başı bağlıdır deyə eləyor onu. Yəni elə də fildir, nə bilim böyük heyvanlardır. Yəni düz üstünə cumsun, hücum eləsin. Çünki bütün dörd ayaqlı heyvanlar iki ayaqlıdan qorxurlar. Evet. Yəni ən apaslısı iki ayaqlıdır, ən qorxulusu iki ayaqlısıdır. Ay sağ ol. Ona görə də əgər sən qorxmursansa, ürəyində qorxu yoxdursa, sən o heyvan onu hiss eləyir. Hiss eləyir ki, qabağında özündən qorxmuyor. Qorxub qaçdınsa o biraz çətin məsələdir. İndi iki ayaqlı heyvan yoxdur axı bizdə. Kenguru zad deyirsən də. Ha, lap gözəl bilirsən mən nədən söhbət eləyəm. O nədir arvad? TikTok'a baxın. Üzümü şeylər, əzilər. Bizim qaxın yüzüləri göstərirlər. Qaxın yüzülərdir də. Yox da qaxın yüzülər olacaqdı, üzüm əzilər. Üzüm əzilər. Dayı bir də məsələn canavara bildim. Bəs ilan çıxır mı burada? İlan bizdə dağlıq zonadır. Olur, ancaq elə sən deyən çox olmuyor. İstidir ya. Soyuqdur ya. Həm sərindir, həm dağa doğru ilan hər deyəndə olmuyor yəni. Yəni aşağı Aran rayonlarda kimi bizdə ilan olur. Aran rayonlarda məsələn bizim qoyun qışlaqları var da, o kolxoz dövrünün qoyun qışlaqları. İndi orada xüsusi fermerlər öz qoyunu saxlayırlar da. Qoyun may ayında ilan mələşir orada çöldə, istidə. Və oca da artıq görürlər ki, bu çətindir, qorxuludur, qoyunu tez aparırlar dağa. Çünki ilandan qoyunu saxlaya bilməzlər. Gürzə çox oluyor bizdə. Sovet dövründə hətta gətirib o bizim o Aran rayonları xatırlatan qışlaqlarımız var da, isti yerlər. Yəni Aran rayonu nə mənada deyəm, isti yerlər. Ora gətirib hətta kobra ilanda buraxmışdılar. Niyə? Zəhərdən ötürü də. Müəyyən vaxt o yetişir, sonra onu tuturdular. Spesialin adamlar var idi də, ondan ötürü xüsusi adamlar var idi. Onlar maşınlarla gəlirlər, tuturdular. Gürzəni də məsələn elə çoxaltırlar. Yəni Sovet dövründə də Hindidə məsələn yəni ilan öldürənə də cərimə var. Yəni ilandan da hardasa neyəsə istifadə olunur. Bütün ən bəlkədən dava dərmandır, o tibbdə işlənən onlar hamısı ilan zəhərindən hazırlanır axı. Yəni o işlə də məşğul olan firmalar var, işlə məşğul olan adamlar var. İlanları vaxt tutuyla yığırlar, zəhərini alırlar, sonra yenə buraxırlar. Elə olub, ona görə də havalar isinən kimi elə bir çoban, hansı çobandan sən söhbət elə, hər il 10-15 heyvan orada ilan vurur da. Ya yelindən vurur, məməsindən vurur, ya ağzından vurur, otluyor ilan. Gürzə ilan biraz tənbəl ilandır. Orada bizim bəxtimiz gətiribdir, yəni elə adamın üstünə cuman ilan deyil. Ancaq özünə təhlükə hiss eləyəndə o səni sancma eləyir. Ancaq elə ilanlar var məsələn. Hər bir heyvan, hər bir həşərat, hər bir canlı qorxutmaq üçün və yaxud da özünü müdafiə etmək üçün mütləq bir işarə verir ki, mən buradayam da, yəni mən üstümə gəlmə. İlan da elə başlayır fısıldamağa, başlayır müəyyən səslər çıxarmağa. Məsələn, kobra ilan televizorda görürük, biz kobra ilan qalxır, sıra üzünü göstərir ki, mən buradayam da, yəni o yandan ötü getir. Saçma. Mən üstümdən keçmə. Yəni o çöldə bayırda olmaq elə bir şeydir ki, qardaşım, bu Bakı deyil də indi. Çöldə bayırda mütləq çaqqaldır, canavardır, yenotdur, nə bilim, cürvəcür heyvanlar. İndi bizdə çox elə cüyürlər görmüşəm neçə dəfə dayı, qoyun güdəndə. Maral görmüşəm, Kürmük çayına düşən düzgün o böyük buynuzları olan 2 dənə böyük maral. Birinin var idi, yəqin ki biri erkək idi, biri dişi idi. Dağın ucundan düşdülər Kürmüyə, yay vaxt idi. Meşədən. Biz də aşağıda çimiyik Kürmükdə. Çoxdan oldu bunda. Cavan uşaqlığımızda. Onu da görmüşəm maralları. Cüyürlər ancaq bu keçən il növbədə olanda görmüşəm. Keçən il görmüşəm. Ayı zad bəs? 3-4 dəfə. Ayı yalan deyərəm. Yəni donqultusunu eşitmişəm, izini görmüşəm, peynini görmüşəm, təzə siverci. Ancaq özü ilə qabaq-qabağa gəlməmişəm də indi dayı göfə basın. Yalan danışım yaraşmasa. Təşəkkürlər dayı. Sağ ol. Ha. Bu deyirsən ki, gözəl olubdur. Bu plastik qablardır. Xırda deşikli, aşüzən kimi deyək də. Orada şey edib, yəni o qablardan yazılar olanı da, yəni formalar vermək üçün kvadrat da eləmək olar onu, yumru da eləmək olar onu. Gözəl görünsün, xoş görünsün.
Ancaq dadı əladır. Yəni mən məsələn qoyun pendiri demişəm, mal pendiri demişəm. Ən çox xoşuma gələn keçi pendiri oldu. Yəni keçilərə bayıldım yəni. Yəni keçi o qədər xoşuma gəldi mənim. Bunu nətər düzəldirsiniz? Bunu kimnasola düzəltdik. Mayalayı, pendir qatıq kimi də elə bir ki. Ancaq bişməyən süddən də. Yenə onu internetdən mən istifadə elədim. Bişməyən süddə də ola bilər mikrob olsun, ola bilər xəstəlik bir şey əlaməti olsun. Ona görə orada gördüm türklər deyirlər ki, bunun ən gözəl variantı 70 dərəcəyə də qızdırırsan südü. Qaynatmırsan. 70 dərəcəyə qədər qızdırırsan, sonra soyutub o müəyyən sayı lazım olan həddə çatanda mayanı vurursan. Daha orada duzsuz, sveji, təzə pendiri elə belə yeyir. Yəni heç bir qorxusu yoxdur. Məsələn, bruselyoz da ən apaslı xəstəliklərdən biri. Keçilərdə o çox olur. O da 40-45 dərəcədə mən bilən istidə ölür mikrobu. Ona görə də bunu ürəklə nə vaxtsa sən yeyə bilər. Bir də var deyirlər ki, pendiri 40 gün duz kəsməlidir. Məsələn, ondan sonra yeyir. İndi qardaş, süveci, elə doldur çörəyin arasında yeyirsin. Nuş olsun. Süt azalıbdır. 2 keçinin sütüdür burada. 3 günün sütüdür bu. Artıq biri qurutubdur keçinin. O bir ikisi sağlayır hələ, az sağlayır. Pendir pizzasıdır. Yox. Duzsuz olur, pizzada zıtlı duzsuz pendirdən istifadə edirlər. Bu biraz kimnasola duz səpəsidir də. Yəni pendir. Həm də duz pendirin suyunu çıxarır da. Özümüzə qışa hazırlayırıq. Nə qədər biz şeyləmişik, keçmə dadına da baxa bilərsən yəni.